Bir, hörmətli izləyicilərimiz, hörmətli tələbələrimiz, hörmətli valideynlərimiz, biz Çağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl rayonlarından biri olan Oğuz rayonunun Xalxal kəndləri. Xalxal kəndi yəqin tanıyırsınız, istirahət turizm yerlərindən biridir, çox gözəl mənzərəli yerlərdən biridir. Və biz burada bu günlərin təqaüddə olan müəllimlərdən birini sizlərə təqaüddə olan müəllimlərdən çəkdik. Qabaqcıl müəllimlərdən birini sizlərə təqdim eləmək istəyirik. O qabaqcıl və nümunə müəllimlərdən biri. Buyurun, adınız, soyadınız? Adım Şirinova Ayda Təmraz qızı. Çox gözəl. Biz Ayda müəllim haqqında maraqlandıq. Şagirdlərdən, tələbələrdən, valideynlərdən sorğular apardıq və bizə hər kəs müsbət sözlər bildirdilər. Bildirdilər ki, müəllimə şagirdlərə həm gözəl dərs keçir, həm də şagirdlərə vətənimizi sevməyi, bayrağımızı sevməyi, dövlətimizi sevməyi öyrədir. Ona görə müəllimə öz adından sağ ol deyirik. Bu günlərimdə 2025-ci il 9 mart tarixidir. Dünənki 8 mart münasibətilə siz Beynəlxalq Qadınlar münasibəti təbrik edirəm. Çox sağ olun. Və biz bu günlərin Çağdaş Təhsil komandası olaraq bizim müəllim heyətimizlə bərabər demək bizim Səmra xanımdır, bizim gələcək bölgə müxbirimizdir. Məryəm xanımdır, neçə illər təcrübəsi olan bizim həm müəllimdir, həm bölgə müxbirimizdir, Emin bəydir. Gəlmişik sizinlə bağlı gözəl çəkiliş eləyək. Buyurun, nə sualınız varsa deyə bilərsiniz Səmra xanım. Müəllim, ümumiyyətlə ixtisasınız nədir? Hansı ixtisas üzrə İxtisasım ingilis və alman dili. Çox gözəl. Fakültəsini bitirmişəm. Nə gözəl. İngilis və alman dili müəlliməsiyəm. Çox yaxşı. Neçə ildir bu sahədə çalışırsınız? Mən müəllim kimi Yaşar Şəfiqovun Xalxal kənd orta məktəbində 39 ildəki fəaliyyət Çox göstərirəm. gözəl. Ömrünün 39 ilini təhsil sahəsinə fəda vermiş müəllimlərdən biridir. Müəllimə uzun ömür, can sağlığı arzu edirik. Arzu edirik ki, vətənimizin hər zaman başını uz eləsin. Sizdə uzun ömür, can sağlığı arzu edirik müəllim. Çox sağ Təbrik olun. edirəm. O gün Çox olsun sağ ki, olun. gələcəkdə ən yüksək adlara layiq görüləsiniz. Çox Biz sağ də sizinlə olun. bağlı gələk gözəl çəkiliş edək. Çox sağ Bəli, olun. ona görə də müəllimə qabaqcıl müəllim olduğuna görə Çağdaş Təhsil qəzetinin xüsusi buraxılışı jurnalında və sosial şəbəkələrdə, Instagramda, YouTube'da, saytda və bəzi mətbu orqanlarda müəlliməni inşallah işlandıracağıq. Sizə uğurlar dilərik. Bizim arzumuz nədir? Jurnalistlər işi nədir? Jurnalistlər ya yaxşıları cəmiyyətə tanıtdırır, adiyyəti olan orqanlara tanıtdırır, ya mənfilərə çatdırır, ya insanların şikayətlərini çatdırır. Biz də bu günləri mənfini yox, müsbəti çatdırmağa gəlmişik. Yəni qoy Respublikanın bütün müəllimləri, bütün şagirdlər, adiyyəti olan orqanlar bilsinlər ki, bizim belə bir Oğuz rayonunda müəllimimiz var. Sizə uzun ömür, can sağlığı arzu edirik. Çox Və sağ bizim olun. arzumuz odur ki, təqaüdə çıxana qədər cənab prezidentimiz tərəfindən tərəqqi medal alasınız. Çox Bizim sağ olun. arzumuz odur ki, cənab sağ olun. prezidentimiz tərəfindən, təhsil naziri tərəfindən əməkdar müəllim adı alasın inşallah. Təşəkkürlər. Çox sağ olun. Mən də sizə minnətdaram. Xoş gəlmisiniz. Çox sağ olun. Allah sizi də bundan da yüksək vəzifələrdə görüm sizi də. Təşəkkürlər. Minnətdaram. Bəli. Sağ olun. Siz Sağ olun, müəllim. dünən məsələn 8 mart